Deməli, mən bugün sizin dördünüzü də bura nəyə görə yığmışam, indi deyəcəm. Siz dördünüz də mənə WhatsAppda yazmısınız. Deməli sən, əgər mən taksi sifariş eləmişəm və sən gəlmisənsə, bu demək deyil ki, mənim düşürtdüyün ünvandan sonra mənim nömrəm proqramdan götürüb mənə yazmalısan. Bu düzgün deyil. Başa düşürsən? Ayıbdır bu. Eləmə belə. Deməli sən kuryersən və mən evə əgər yemək sifariş eləmişəm, sən gətirmisənsə, bu demək deyil ki, mən yeməyimi yeyib içib yatandan sonra sənin keyfin əsəcək, mənə WhatsAppdan yazacaqsın. Bu düzgün deyil. Aydındır? Ayıbdır belə şey, eləmə. Deməli sən, əgər mən sizin şirkətə CV-mi atmışamsa, bu demək deyil ki, sən oradan mənim şəxsi məlumatlarından girib nömrəmi götürüb mənə WhatsAppda yazmalısan. Bu düzgün deyil. Aydındır? Başa düşdün, ayıbdır, eləmə belə şey. Sən, mənim nömrəmi hardan almışdın? Üzr istəyirəm, maşının üstündə nömrə var idi, siz qoymuşdunuz deyəsən. Hə, maşının üstündə mənim nömrəm var idi. Bəli, amma mən başa düşürəm ki, bu demək deyil ki, o nömrə varsa mən sizə zəng etməliyəm. Ola bilər ki, səhvliklə o nömrə ora düşüb. Yox, Tupoy, əgər mən sənin o bahalı maşının üstünə nömrəmi qoymuşamsa, bu deməkdir ki, sən mənə yazmalısan, biz danışmalıyıq. Sən özünü bunlarla niyə bir tutursan ki? Buna bax, biri taksidir, biri kuryerdir, biri bilmir, bir qəpik quruşa işləyir. Bunları boş ver, bunlar geçsin, biz danışarıq. Yığarsan mənə.